Herkese selam, kanalımıza hoş geldiniz. Bugün sizlerle birlikte gedirik restoran falan da yolda gördüğünüz kimi ve satmaq üzrəyəcək. Gedirik. Bu sefer bana sürpriz elədilər. Normalde təxmin verməmişdim aslında. Gördüğünüz gibi geldik. Gördüğünüz kimi arkada bu seçim eləməyə başlayırıq. Menü hardadan şu menü olur. Ha, gətirirlər. Burada belə mənzərəli yerdəyik. Bu değişik bir ürün sanki gelmemiz lazım. Seher yemeklerde. Seher yemeklerde. Fast food yeri tapdım. Burger. Burger de 9 mu? Özel burger. 9 mu? Ha. Ha. Pendir çubukları yok. Krevetka pampuru. Bir tane patlıcan salatı. Sen de bak da. Bir yerde bakalım. Yaxşı bir şeyler. Türkiye sofrasından seçebilik toyol yeməkləri. Chicken, stroganoff. Balık yeməkləri. Qəbət burada kebab, pizzalar. Pizza istəyən var. Ayda kartof biri bir dənə. Ha. Mən bir dənə döner. Balık yemekleri yemişsiniz. Kebaplar. Lahmacun sadə. Oha. Yersiniz Adana. Pizza var ya Zehra. Pizza yox. Mən bir dənə lahmacun, kartof biri Pendikli nugget. pizza da var. Mən baxdım və seçdim. Bu arada marojna da var, milkshake de var. Yəni dezert olaraq. Soyuq içkilər də var, kofe də var. Yeməyin gəlməyin gözləyirəm. Amma sifariş verməmişik. Bu arada ən çox fast food olaraq hansını xoşlayırsınızsa yorumlara yazmağı unutmayın. Burada yorum açıq edə bilsəm açacağım. Açıq olması da gələn səfər. Bu arada mənzərə. Ben o zaman 2 tane Burada ən yaxşı yerdə mən oturmuşam, yəni şəxsən gedəsəm. Göstərim. Düz mənzərə ilə üz-üzəyəm. Yəni mükəmməl, möhtəşəm bir yerdir. Baxa-baxa yemək yemək. herkes salam, ben de buradayım tabii ki de. Burada mən 2 dənə sadə lahmacun sevirəm. Acılı sevmirəm, dizlər şeylərdə acılı sevirəm. Nəysə 2 dənə sadə lahmacun. İçmeye ne çeşit? Ayran. İçməyə ayran. Ayran. Sen de ayran. İçməyə ayran istəmirəm. Sən də figura ayran içmirsən. İç də. Fanta yeməklərlə yaxşı getmir, fast foodlarla. Necə aytsan içirsən? Ayran. Ayran. İçirsən ayran. Benim verim. Onda Nərminlə mənə. Yavaş otur. Nərminlə mənə. Sifarişdən gəlməyin gözü. Hələ verməmişim. Bəlkə verək də. Aldım. Burada 6 manat. Burada mənə sürpriz elədilər. Deyimdən necə oldum. Məsələn, dərsdən gəlirdim, heç nə xəbərim yoxdur. Ondan həmişə kimi evə gəlirdim. Neyse, sonra gəldim. Dedilər ki, gedirik, düşürük, yəni gedəcəyik marketə də, yəni. Neyse, gedəcəyik, dedilər, dedə hazırlaşın, hazırlaşdıq. Sonra təzədən gəldim, hazırlaşırdım da. Hə, normal market paltarda, yəni o formada. Sonra verdik sifarişləri. Neyse, mən danışmadım, normal... Adana ile. Bunun fərqi nədir? Bu lavaşın içində güclü olur, bu da ki kebab kəsilir. Neyse, sonra gəldik, heç nə. Sonra mən Nəmiş hazırlaşmışdı. Mən dedim ki, sən niyə bu qədər hazırlaşmışsan, çox hazırlaşmışsan. Neyse, sonra anam dedi ki, yox, mən hazırlığa gedəcəkdim oradan. Mən dedim ki... Oradan Nəmiş çox hazırlaşırdı. Sonra mən dedim ki...
Sonra heç nə. Bilmirəm niyə bu qədər çox hazırlaşmısan? Yəni çünki normal marketə gedən heç kim o qədər hazırlaşmır da mənim fikrimcə məncə. Sonra birdən gördüm şeydir. Hazırlığım da var. Hazırlaşma tamamlanan bir götürürəm bəlkə gedərik. Hazırlaşma. Mən dedim ki marketdən tez qayıdacağıq. Ben dedim ki marketdən tez qayıdacağıq da. Hə, mən dedim ki yəni bu qədər çox market 2 saat falan var idi mən hazırlamadım. Dedim bu qədər çox sürməli yəqin ki market. Anam dedi ki, mən xanadaydım, dedim anam dedi ki, gərəklərimin oturub ye. Qayıtdım dedim, rahat oturub ye. Soyuq şalmar lavaşı söyləsə. Bunlar lavaşda soyuq şalmar. Çift taksinin Formada geldi, formada. Ha, sonra mən dedim ki, rahat oturma. Bu marketdə yəni rahat oturma. Çox qoydum. Mən istedim ki, rahat oturma. Sonra dedilər ki, hə. Belə qayıtdım. Siz Kanada'ydınız, sonra Kanada'da gəldim. Dedim ki, rahat oturma. Çıxdım belə qapıdan başımı çıxartdım. Sonra İşte böyle oldu. Yani o formada öğrendim. Öğrenmem böyle oldu. Uydu. Bu her şeye bakmak oldu. Zaman renginden şükür. Gözleyək. Saçda verdik. Numara çıxarmaymışım. Deyək ki, numara bir məsələn indi danışırıq şu an. Numara bir çıxarması əla oldu. Tabii ki, mən bilmədiyim üçün, çıxarmayı bilmədiyim üçün mən fərqli oldu. Yəni, gələndə dəniyəcəm. Hele ki bir de ayran başka bir pet geldi. Yanına başka peki o geldi. Ben resmen şöyle 2 ayran, 2 sade lahmacun, 2 Adana dürüm. Döner sipariş verdik. Yox. yalan söyle. Sonra nuggets free-nə. İnsan salatlı. Orada arkamdakiləri fikir Çox verin. az eləmir. Yəni takmayın. Siz mənə baxın. Bir gəl. Şu anda bir də manqal saldı. Gözün qabağındakı sən sonra hələ ki bir dənə manqal saldı gəldi. Çörək çəngəl. Hələ ki heç nə gəlməyibdi. Başqa var mı? Dayı oradan bax, belə bir bizə gətirir. Heç nə. Burada mənzərəyə baxıram. Daha biraz. Gəlsin açarım onu da video. Lahmacunlar gəldi. Bunlar da gəldi. Göstərimin stolu. Hazırlayın. Götür. Hər ayın Salfet çıxartma sobaları. Hərəm 3 dənə lahmacun. 3 lahmacundan yeyə bilmərəm. Nugget safında var axı. Nugget safında var axı. halma bitsin. İndi şaurma yeməmişəm. Şaurma bir şey görürüm. Baxaq. Next FIFA geldi. Gördüğünüz gibi şöyle göstermiştim. Ayda içine ne koydum hep. Bu arada ben de artık oldu. Şeyin lahmacun içine kartopu koydum. Niye bilmiyorum. Adam da. Mən də bunu yapıyorum. Bunlar 10 kilo daha söyleyeyim. Başlayalım. Öyle. Başlayalım. Bismillah. Damla bak. 3 de damla bak. Damla bak. Yemişəm də mən. Bu tarafına ben dedim. Benim lahmacun bitti. Üçüncü Böyle karıştırıyorsun bak. ne limon olsun. Ben hiç limon olsun sağ ol.
Sen bir tane bir kartof gelsin uşaqlara. Bir tane ancaq kartuşka. Nuri. Şu yemeği sonlandırdık. Ben çok doydum. Neyin sen ortalığı? Yedik bitirdik. Çok karnım. Bundan sonra hazırlığa gideceğim. Okuyamıyordum. Ben şu bilmiyordum. O kadar yorgunum. Yarın kimi yatmak istiyorum. Hazırlığı da yapabilirim. Ay karnım patladı. Zaten nisip de buradayım. Dur geçsin gidelim yakal dur parası. Getir. İki lahmacun yedi. Kartofli, iki magaz. Bir dört hazırlık olursa bugün 4-cü günü. Deyəcək paket eləsən apasında var, akşam harası gidiyor. O boyda yedim doydum. Hələ əlavə bir dənə kaçıq sipariş verirlər. Buradan yaxşı yerdir. Niyə? Çünki balık uşaqları qoymaq üçün neydi bu modu? Ağlamasınlar deyə qoyurlar. Hündür evə oxşar bir şey. Evə yardım edirlər. Koruyucu kimi. Hadi. Deyim buna apasını paket eləsin. Mən kartuşkoyu yeyə bilməyəcəm. Partlayıram. Yenə də yemək istəyirəm. O istidir. Kalsın ya. Bismillah. Gezmək videosu da gəldi, restoran videosu. Başqa digər videolar hansı olsun, yəni başqa nə videosu gəlsin, onları da yazmağı unutmayın. Bu şərhi aça bilsəm açacağam, aça bilməsəm də short videomdakı son videomu yazarsınız. Yəni bu video ilə bağlı nə istəsəniz. Və yaxud nə videosu gəlsin deyə yazarsınız. Bütün vlogda gələn səfərə bilmirəm, hər an hər şey ola bilər. Neden bunun kabağını koydu elimde? Çox istidir. Özü şüpheli oldu. Restoranı ders öğrendim. Yeni unutmamışım. Sen çıkartıp başka yere gidiyorsun. Ne yapacağım? Bizim doymuşlar böyle. Geçer çıktı. Ders okuyorum çünkü hayat problemi. Oluyor. Geçmin ama yiyeceğim. Lütfen. Yemekleri sözü. Kameranın Sen çünkü o ezber mayonez çok koydular. Burada mayonez daha çok koydular. Çok az koydular. Uygun kırık. Ayağımı bırakırsam kek yaptım. Ne oldu? Ne oldu? Sana. Ben buradan görürsen oradan gördük kamerada. Yiyir. Ana Ancaq aşağıda, yeyir. aşağıda, burnunun altında. Karşız yiyir ancaq yiyir. Yine yiyir. Neyini tükürü doyur. Yok. Kamerada görürsen kız. Gece düştü. Gene var. 20-30'dadır daha azı. 9'un yarısı. Ay. Görüyor musun? Altta da var. Ben de deyirəm niyə aşağı gəlmiş. Bak o. Altta. Niyə qaranlıqlaşdı ki? Gəlim. Baxın hava qaranlıqdır. Qaranlıqdır. Bu arada bir şey diyeceğim. 10 dəqiqə əvvəl falan mən burada çəkirdim. Burası afet koymuşdum. Sonra burası afet koymuşdum. Bir dəqiqə. Son dəqiqə əvvəl demək olar ki, son dəqiqə əvvəl mən gəldim. Burada oturmuşdum da bu salfetkanı koydum buraya yana, yanması yanada yanıtında. Sonra bir gördüm, şeydi, geldi o bu altına eyle buradan da geldi eyle bunu götürdü. Burada frekansdan yiyir. Bir de bağlıydı da içində. Gerçekten. Bir de bağlıydı içində. Gitti dedi ki
şeydi. Videonu körlamayayım dedi. Videonu körlamayayım dedi. Videonu körlamayayım dedim. Şey dedim ya video bana koydu. Hem buradan kesti. Hayır ben de hiç. Şeydi bence. Zaten o baktım ben hamısını götürdüm. Instagram